İlk dəfədir ki, biz bu rankda bir məmurun vəzifədə ola-ola bu cür deməli mülk siyahılarını mətbuatda geniş şəkildə görürük və geniş müzakirə olunan görürük. Eyni zamanda sosial şəbəkələrdən. Məni burada narahat edən bir nüans var ki, daha doğrusu iki nüans var. Bunun biri Azərbaycan arxetipində yüksək çinli məmurlara, ümumiyyətlə vəzifə sahiblərinə deməli mülk qazanmaq, var-dövlət qazanmağı bu xalqın çox gizli şəkildə bağışlamasıdır. Hətta bizim gizli arzularımızda o var ki, övladımız, özümüz, yaxınlarımız böyük vəzifəyə getsinlər. Nə üçün? Məhz var-dövlət mülk qazanmaq üçün. Yəni bu mənada yüksək çinli məmurun böyük sərvət əldə eləməsini Azərbaycan xalqı ona çoxdan bağışlayıb. Yəni buna ciddi etiraz yoxdur onların içində. Sosial şəbəkələrdə müəyyən insanlar, müəyyən çevrə etirazını bildirir, amma tam dərində, arxetipdə bunların alibisi var, yəni xalq tərəfindən. İkinci, daha vacib nüans bundan ibarət idi ki, bütün bu prosesləri kimsə kənardan idarə eləyir və vəzifə sahiblərinə deyir ki, özünü düz apar, yoxsa mülklərinin siyahısını açıqlayacam. Və sanki adamların, vəzifə sahiblərinin bu cür ağla gəlməz səviyyədə mülk yığması problem deyil də, onun gizli qalmamasıdır problem. Yəni onun açıqlanmasıdır. İnsanlar daha çox ora fokuslanır ki, bu ifşa olundu. Halbuki bir əməl istər gizli olsun, istər aşkar olsun, istər mətbuatda getsin, istər getməsin, bir əməldə hər hansı bir qanun pozuntusu varsa, bu ölçülər əvvəldən götürülməlidir. Yəni mülk siyahıları açıqlanmadan bu mülklərin necə əldə olunması barədə araşdırmalar vaxtında aparılmalıdır.